Həzrəti Yaqub əleyhissalam da oğlu Yusifi çox istəyirdi. Neçə övladı vardı. Ona görə İslamda ailə tərbiyəsində bu kimi məsələlərdən əldə olunan məsələ budur ki, insan gərək ailədə övladları arasında sevgidə ayrı-seçkilik salmasın. Çünki zaman-zaman onlar böyüdükdə belə atanın, ananın ona ögey münasibətini, ona soyuq münasibətini unuda bilmir, psixoloji travma alır. Hətta böyüyəndə belə, nə olsa belə, elə uşaqlıqdan məni ayırıblar, biz günümüzdə bunun şahidi oluruq, həmişə məni qardaşlarımdan ya bacımdan ayırıblar, fikri onda formalaşır. Həzrəti Yaqub əleyhissalamın da 12 övladı içərisində 11-i bir yana, Həzrəti Yusuf əleyhissalam da bir yana idi. Hətta qardaşları harasa getdikdə, Həzrəti Yusuf əleyhissalamı özləri ilə aparmaq istəyəndə atası Yaqub qoymazdı, yanında saxlayardı. Amma qardaşlar da atanın bu sevgisinin bütün övladları olduğunu, amma Həzrət Yusuf'a aşırı və daha çox olduğunu görüb həzm eləmədikdə o quyu hadisəsi eşidibsiniz, bilirsiniz. Orada istəyirəm mən bir nöqtəyə toxunam. Mövzumuz ki, ümiddir, gərək insan Allahdan ümidini üzməsin. Allahdan ümidi gərək kəsməyəsən. Qardaşları gəlib Həzrəti Yaqub əleyhissalamdan Yusifi istədikdə, Həzrəti Yaqub əleyhissalamın sözü bu oldu. Mübarək Yusuf surəsinin 13-cü ayəsindədir bu oxuduğum ayə. Və buyurur ki, səsləndilər ki, və axafu ən yəkuləhu zi'b və entum anhu gafilun. Həzrət Yaqub əleyhissalam balalarına, oğlanlarına dedi ki, mən qorxuram ki, Yusifi canavar yeyə, siz ondan qəflətdə qalasınız, xəbəriniz olmaya, adətən o çobançılıqla məşğul olanlar da bilir, indi biz kənd həyatında olduğumuz üçün də, yəni o dağlarda olanda və yaxud da ki, örüş sahələrində canavar sürüyə hücum eləyər, aparar, ya gecə, ya günüz və s. Həzrəti Yaqub əleyhissalam burada və axafu ən yəkuləhu zi'bu. Mən qorxuram ki, canavar Yusifi yeyə və entum anhu gafilun. Və siz bundan xəbərsiz qalasınız, qəflətdə olasınız, xəbəriniz olmuyor. Baxın, qardaşları eyni atanın sözü ilə, o ki, dedilər biz Yusifi qoyduq öz apardığımız xörəyin, yeməyin yanında və biz kənarlaşdıq oynamağa, qaydanda gördük ki, əkələhu zeyb, canavar onu neynəmiş? Yemiş, hətta Həzrət Yusifin köynəyini qana bulaşdırıb neynədilər? Atası Yaquba gətirdilər. Bax, burada bir incə bir nöqtə var. Bilirsinizmi? Burada Həzrəti Yusiflə Yaqub əleyhissalamın arasında niyə o qədər hicran oldu? Hədislərdə gəlib. Ağlamaqdan Həzrəti Yaqubun gözü nə olmuşdu? Kör olmuşdu. Bunu bilirsiniz. Quran-ı Kərimdən bəlli idi. O köynəyini qardaşlarından yolladıqda Fartad da Bəsira gözünə çəkdi və gözü nə oldu? Açıldı. Həzrəti Yaqubun hicranı buna görə idi ki, o anda demədi Allah bundan amanda olar, ümidsizlik baxımından dedi, mən qorxuram, inni və axafu ən yəkuləhu zeyb. Mən qorxuram ki, onu nə yeyər? Amma orada demədi, gedər Allah saxlayar, qoruyar. Həzrət Yusufun öz qissəsində də var. Gərək bir an belə insan Allahdan ümidini üzməsin, Allahdan təvəkkülünü kəsməsin. O, Allah zindanda olan qardaşlarımızın, nahaq yatan qardaşlarımızın işlərinə azadlıq, fərəc nəsib eləsin inşallah. Həzrət Yusuf Peyğəmbər zindanda olanda həbsxana şəraitində qısa bir vaxtda hamı onun ətrafına yığışır. Başının dəstəsi günü-gündən artır və orada türmədə, həbsxanada nəzarətçilər və indi deyək, türmənin rəisi narahat olur ki, artıq bunun ətrafına yığışanlar çox olur və bir gün
yığışmağın səbəbini soruşurlar. Niyə artır? Və soruşduğu insanlardan əksəriyyətinin cavabı olur ki, bu bizə bir varlıq haqqında, Allah haqqında danışır, biz onu tanımırıq, görməmişik. Amma bunun özünü görüb ona iman gətiririk, tanıyırıq. Deyirlər necə? Deyir, baxırıq, harada zülüm var, hansı məhbusa əziyyət olunur, haqqı tapdalanır, onun yanında olur və onu müdafiə edir. Biz buradan bunu əldə edirik ki, bu özü belədirsə, bizə tanıtmaq istədiyi indi gör necədir. Necə gözəl, müsbət sifətləri özündə əks etdirmiş. Və neçə ildən sonra Həzrəti Yusuf əleyhissalamın zindanda bir Saqi Məlik, Misrin o su verəni, o da mühümdür. Hər kəsin əlindən su alıb içməzlər. Yəni, Saqi Məlik su paylayanı ilə eyni həbsxanada cəzalarını belə deyək çəkirdi. Və bu ondan qabaq çıxanda Həzrət Yusuf əleyhissalam o Saqi Məlikə bilirdi, buradan çıxandan sonra yenə gedib işləyəcək orada və s. Günümüzdə hər yerdə belədir, bəzən görsən müəyyən cinayətlə ittiham olunur, amma azadlığa çıxandan sonra daha böyük, yüksək yerdə, postda və s. işlə təmin olunur. Və bu bilirdi ki, təkrar ora qaydacaq Quran-ı Kərimin ifadəsidir. Həzrəti Yusuf əleyhissalam burada uzkurni ində məlikin muqtadir. Sən ki, gedib orada işləyəcəksən, orada məni yad elə. Orada şahın, sultanın, padişahın yadına salarsan ki, zindanda belə bir nəfər var. Tarix yazarlar yazır, Həzrət Yusuf əleyhissalamın bu sözünə görə 7 il əlavə zindanda qalıb məhbəs şəraitində keçməsinə səbəb oldu. 7 il Saqi Məlikin yadına ümumiyyətlə Həzrət Yusuf adında bir nəfər düşmədi, yadından çıxdı. Və 7 ildən sonra o yuxu hadisəsi, arıq inək, kökünək, arıq inək yemə məsələsi, yuxu yozmanı tapa bilmədilər və Saqi Məlikin yadına düşdü ki, zindanda mənimlə bir nəfər Yusuf adında yuxu yozan var idi. Yuxunu yozur və s. ta gəlir Əziz-i Misr, ta indiki dillə desək, maliyyə naziri, xəzinədarlığa qədər və sonra elə padişah, sultan olur. Baxın, orada bir anlıq belə ümid və ümidsizliyin nəticəsini misal vururuq. Bunların hamısının sonunda bunu unutmayaq ki, Quran-ı Kərimin ifadəsi ilə Allahın rəhmətindən naümid olmaq olmaz.